Arzu TV ekranında İlgar Boran oğlu salamlasa seni. Stüdyoda bir anda isinir yürekler. Musiki, eğlence, şen söhbetler ile unudulmaz olur geçen her an her dem. Sevinçli dakikalar, koşul bu anlara. Arzu TV'de açılır her sabahtan sonra. Pozitif enerji, samimi gülüşler sen gele. Gel yanımıza, yaşa bu hatireler. Sen gele, gel yanımıza, yaşa bu hatireler. Hoş gördük əziz izləyicilər. Bugün yenə gözəl Azərbaycanımızın gözəl diyarı Ağdam torpağında gözəl bir musiqi kollektivi ilə sizlərin xidmətindəyik. Bu təbiətin qoynunda gözəl musiqiçilərlə bir arada olmaq özü çox böyük bir qürurdur. Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı adından da göründüyü kimi hər kəsə sevinç dolu anlar, dəqiqələr bağışlayır. Və mən arzu edirəm ki, bütün dəqiqələriniz yox, bütün ömrünüz sevinçlə keçsin. Həmişə sevgi ilə bir-birinizə dayaq olun, sevgi ilə bir-birinizə kömək olun, qəlbinizə sevgi yüklüyün. Hansı qəlbdə sevgi varsa, o qəlbə kin-küdrət yol tapa bilmir. Həmişə xoş günlərdə görüşək. Bugünkü qonağımız Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunu, Ağdam Musiqi Kollecinin müəllimi Xaliq müəllimdir. Xaliq müəllim özünün gözəl bir ansambl ilə, musiqisi ilə gəlib. Xaliq müəllim, qonaqlarımızı təqdim eləmədən əvvəl istəyirəm sizdən bizim gözəl Azərbaycanımızın ana layləsi qədər əziz olan muğamlarımızdan birini ifa eləyəsiniz. Verilişimizi dinləyən, izləyən qonaqlarımız şəhiziyyə olsunlar. Təşəkkür edirəm İlqar müəllim. Çox sağ olun, söz verdiyinizə görə. Hər birinizi salamlayıram, bütün bizi izləyən hər kəs salamlayıram. Arzu TV'nin izləyicilərin, Arzu müəllim başda olmaqla bütün kollektivini salamlayıram. Və xalqımıza hər zaman xoş günlər, gözəl anlar nəsib olmağını arzulayıram. Bugün mənlə bərabər dəyərli musiqiçi dostlarımız, tarda mənim dəyərli dostum İncat müəllim, sintezator alətində Şamil müəllim, qarmonda Şahlar müəllim, ritm alətinə, nağarada Azər müəllim və gitara ifaçısı Vasif müəllim. Hər birinizə təşəkkür edirəm və bizim təbii ki səs rejissorumuz, dəyərli qardaşımız İntiqam müəllim, səni də salamlayırıq. Çox sağ olun deyirik. Gözəl bir musiqi.
senin ömrün bezeyi, derdime dermandan senin. Bir senin ömrün bezeyi, derdime dermandan senin. Neden kalbini de haziresen ya? Neden kalbini de haziresen ya? Sensiz gömlerim çağlar, gönlüm gözüm kal. Sensiz gömlerim çağlar, gönlüm gözüm kanarlar. Bu halımın ehvalını bir bilesen ya. Bu halımın ehvalını bir bilesen ya. Bilersen ya, ya. Ey məni məhbus edəni görmə aləmdə xar olsun. Onun da könlü evi mənimki tək tarimar olsun. Yetməsin kamına heç bilməsin eşqin dadını. Sevdiği sevgilisi görüm özgelere yar olsun. Allah ay bana ey. Möhtaca qalıbam köməyə Yusuf Kenan çağırsın. Nə xudadan, nə imandan ona bir kar olsun, ona bir kar olsun. Ay baxıb ayağım pəncərədən yarın əğyar ilə görsün. Baxıbam pəncərədən yarın əğyar ilə görsün. Qana dönsün, diğer gözlər yağlar olsun.
Baxıb al pəncərədən yarını əğyar ilə görsün. Ey qana dönsün, ciyəri gözləri ağlar olsun. Mirsədiyəm, qarğamaram, özgə bəlaya onu mən. Xoş günü zindan evi, dar günü məzarı olsun. Aman, 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 yarım aman, aman, ay bağım ey. Bizden ayak kəsən gözəl, bizden ayak kəsən gözəl. Bir gel nazlana, nazlana, balam nazlana. Aşık indən düşsən gözəl, aşık indən düşsən gözəl. Bir gel nazlana, nazlana, balam nazlana, nazlana. Dur gel nazlana, nazlana, sen gel nazlana, nazlana. Ceyran nazlana, nazlana, dur gel nazlana, nazlana. Ayar nazlana, nazlana, Ceyran nazlana, nazlana, balam nazlana. Sen gel nazlana, nazlana. Ben sen qədrini bilmem, ben sen qədrini bilmem. Sensiz çətin deyil gülmem, sensiz çətin deyil gülmem. Sen gelmesen özüm gelmem, sen gelmesen özüm gelmem. Bir gel nazlana, nazlana, balam nazlana, nazlana. Bir gel nazlana, nazlana, gözüm nazlana, nazlana. Ayar nazlana, dur gel nazlana, Ceyran nazlana, sen gel nazlana. Ay nazlana, nazlana, dur gel nazlana, nazlana. Ceyran nazlana, nazlana. Belə nazlana, nazlana. Ay canım Xalq müəllim təşəkkür edirik, ansambla xüsusi təşəkkür edirik. Muğam bayaqda qeyd elədim, bizə anal ailəsi qədər yaxındır. Yəni bizim muğamlarımız bizə çox şeylər öyrədir, çox şeylər tanıdır. Və bizim verilişimizin dəsti xətti odur ki, bölgələrdə olan sənətkarlarımızı dəvət edək və çalışırıq ki, Arzu TV'nin efirində sevişli dəqiqələrdə xalq musiqilərinə, aşıq musiqilərinə, bəstəkar əsərlərinə daha çox yer verək. Onsuz da bayağı musiqilərdən insanlar cana gəliblər. Biz də bu günləri sizi dəvət elədik. Siz də bizim dəvətimizi qəbul edib gəldiyinizə görə təşəkkür edirik. Sizlə bərabər bu gözəl ansamblımız üzərinə təşəkkür edirik. Muğam həm çətindir, həm asandır. Muğamı oxumağın başqa yolu var, tədris eləməyin başqa yolu var. Yəni müəllim öyrədən deməkdir də. Siz də bir müəllim kimi bir böyük kollektivdə çalışırsınız. Yəqin ki, yetirmələriniz var, tələbələriniz var. Təbii ki, burada bizim əyləşən ansambl üzvləri də hərəsi bir musiqi məktəbində müəllim kimi, pedaqog kimi fəaliyyət göstərirlər. İstəyərlər ki, Azərbaycan yetişən yeni nəsli, gənc nəsil musiqi ilə böyüsün, xalq musiqisi ilə, muğamla bərabər nəfəs alsın. Sizə çətinlik gətirmir ki, həm toylarda muğam oxumaq, həm də məktəbdə bu peşəni tədris eləmək. Təşəkkür edirəm İlqar müəllim. Geniş və mənalı bir fikri
ifadə elədiniz. İlk öncə mən bir Qarabağlıyam, Ağdamlıyam. Muğam bizim canımızda, qanımızdadır. Mən ilk öncə olaraq ustadlarıma təşəkkür eləmək istəyirəm. İlk öncə Asəkin Allah adına Musiqi Kollecində bizim dəyərli pedaqogumuz Sabir Abdullayevdən də təhsil almışam. Və ondan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışam. Orada da Respublikamızın xalq artisti, Özbəkistan Respublikasının xalq artisti və digər titulların hər birisi ilə zəngin olmuş bir xanım, Gülana xanım Məmmədovadan. Bəli, efir vasitəsilə hər iki ustadımızı salamlayırıq. Təhsil almışam və özümü çox xoşbəxt hiss edirəm ki, Azərbaycan musiqisin bir balaca da olsa mənimsəmişəm, öyrənmişəm. Və təbii ki, hal-hazırda çalışdığım Ağdam Musiqi Kolleci bir il artıq 5-ci ildir mən orada işləyirəm. Orada da var, yaxşı tələbələr var, öyrənmək istəyən, səs olan tələbələr var. Biz də çalışırıq ki, öz ustadlarımızdan, öyrəndiyimizdən öz tələbələrimizə və gənclərimizə kiçik bir nəsə olsa da bir öyrədək. Öz borcumuzdan çıxaq. Təşəkkür edirəm dəvətinizə görə, hər birinizə. Gənclərə dəstək olduğunuza görə, dəvət elədiyinizə görə öz adımdan və musiqiçilərimiz adından hər birinizə təşəkkürümü bildirirəm. Əgər izləyicilərimizin də arasında Arzu TV'nin efirində qonaq olmaq istəyən varsa, ekranın aşağısında gedən nömrənin əlaqə saxlayın. Şairlər olsun, yazarlar olsun, musiqi sevərlər olsun, musiqiçilər olsun, istər virtuoz, istər xalq çalğı alətləri, saz aşıqları, yəni xalqın ruhuna yaxın musiqi ilə məşğul olan və hardasa insanlarımıza bir axşamda sevinçli dəqiqələr bəxş eləmək istəyən hər kəs Arzu TV'nin qonaq ola bilər. Xalq müəllim, vaxt itirmədən bir musiqi də eşidək sizdən, buyurun. Eyletmedim bu dünyada var için, kalban oldum bir bahçede var için. Hasret kaldım bir bahçede yüklü var için. Yetişmemiş döyüp döktüm felek. Dünyanın eysine dostlar neyleyim? 5 gündeyim bu dünyaya geldiğim. Hiç bilmirəm necə keçdi gəncliyim. Dərd üstündən bir dərd çəkdim hələ.
Ey Mehdi haram olsam belə fikirdə Mehdi ey haram olsam belə fikirdə Dərdin sağalmamış düşərsən dərdə balam Ay gözüm baxa baxa durduğum yerde Gözüm baxa baxa durduğum yerde Zaban kör geldim ya hele ya yaman ey canım ey Haydi bana gel gel bu dağlardan koy çiçekler bana eylesin La gözüm bir vefa yar görsün ayağım La gözüm bir vefa yar görsün Ne kelm kubar eylesin Əzim dağda nə var, el kötü anam qurban dağda nə var Gəl gəzək leyli bağı, gəl gəzək leyli bağı Belə leylisiz bağda nə var Aman aman, aman ayda Eşqə düşən könlümü eyləmişsən yarası Mən səni çoxdan sevirəm Ay qara buğdayın göyüm Eşqə düşən könlümü eyləmişsən yarası Mən səni çoxdan sevirəm Ay qara buğdayın Yox səni bənzətmərəm Nə şəkər, nə bal Nə tərana turan Nə ceyran var Sevirəm səni İncitmə məni Sevirəm səni ay balam İncitmə məni Sevirəm səni ay gözəl
teşekkür edirik. Musiqiçilərimizin hamısının özünün öz yerləri var, amma bunların arasında bir nəfər var ki, Şahlar müəllim qarmon ifaçısıdır. Gözəl sənətə malikdir, Allah canını sağ eləsin. Və bu adamın görmə əngəli var, amma Şahlar müəllim özünün könül dünyası ilə, könül gözləri ilə hər şeyi gözəl görür və dərk edir. İstərdik Şahlar müəllimin də fikirlərini olaq bu verilişdə. Çox sağ olun. Çox hörmətli İlqar müəllim, Arzu TV və Arzu TV-nin izləyiciləri. Əvvəlcə hər birinizi mən ürəkdən salamlayıram, səmimiyyətlə. Və bugün burada əziyyət çəkən hər bir dostumuza öz dərin minnətdarlığımı bildirirəm. Və inşallah inanıram ki, efir qarşısından bizi izləyən əziz tamaşaçıların da zövqüncə bir veriliş hazırlayarıq. Və İlqar müəllim, mənim xarakterimdən danışdınız. Deməli, belə bir şey deyərdim ki, siz, necə deyərlər, məni sizdən çox kiçik olsam da belə ancaq çox yaxşı tanımısınız, düz tanımısınız. Ona görə sizə özlərim minnətdarlığımı bildirirəm. Həmişə böyüklükdən, dəyərli bir insan olmaqdan əskik olmayasınız. Var olasınız. Siz sağ olun, var olun. Allah Teala sizi bir tərəfdən sınağa çəkibsə də, bir tərəfdən də sizə gözəl qabiliyyət verib. Hörmətli izləyicilər, Arzu TV-nin efirindən sevinçli dəqiqələrlə qonağınızdıq. Mən qonaq dəvət edəndə Xalq müəllim, ən çox istəyirəm ki, bunların arasında bir nəfər də, nə bilim, aparıcımı deyək, yazıcımı deyək, şairmi deyək ola. Onlar olmadığına görə o boşluqları məcburam özüm dolduram. Müəyyən yerlər var ki, orada da musiqi ilə bərabər sözə də ehtiyac var. Bilirik də, biz hamımız bilirik ki, əvvəl söz yaranıb, sonra musiqi. Əgər sözə dəyər verən olmasa, o musiqini heç zərər anlamaz. İstərdim elə burada öz şeirlərimdən bir parça səsləndirib. Məndən uzaqlarda olsan da gülüm, xəyalın hər yerə mənimlə gedir. Durub pəncərədən göyə baxıram, xəyalın səmadan məni seyr edir. Demirəm hamıdan fərqli biriyəm, bəzən yox oluram, bəzən diriyəm. Sərsəri deyiləm, dəli deyiləm, nə edim, neyniyim, sevən biriyəm. Hardasan, necəsən, neyniyirsən, verdiyin suallar xoşuma gəlir. Varlığın yanımda olmasa belə, indi xatirələr köməyə gəlir. Hərdən yuxular da dadıma çatır. Yuxuda görürəm yanımda durub, ayılıb görürəm yanımda yoxdur. Bəzən ayrılmağım qəlbimi qırır, bəzən oyanmaq da qəlbimi qırır. Allah heç kəsin qəlbini qırmasın. Bizim Ağdamlı olaraq, Azərbaycanlı olaraq həmişə yadımızdan çıxartmamalı və çıxmayan işlər var, biz onları unutmamalıyıq. Bu günləri 5 apreldir, bu veriliş efirə gedəndə tarix başqa olacaq, amma mən bunu buradan xüsusilə qeyd eləməliyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Şəhidlərimizin hərəsi bir cür düşdülər tarixə, hərəsi bir dastan yaratdı, hərəsi bir mövzu qoydu, getdi özündən sonra danışılacaq, görüləcək işlər oldu. Bütün şəhidlərimizin ruhuna, özün tarixə, Azərbaycan hərb tarixinə, musiqi ilə yaddaşlara yazan Xudayar təsnifini eşitmək istəyirəm sizdən. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Dumanlı dağların başında durdum, dumandan özüme bir xeymə qurdum. Keçdi xəyal
hayalımda öz güzel yurdum. Dumanlar başımda, duman göründü, duman göründü. Geçti hayalımda öz güzel yurdum. Dumanlar başımda, duman göründü, duman göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsansınla nəzər vətən yaxşıdır. Deyirlər bülbülə vətən yaxşıdır, İnsansınla nəzər vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Gönüller cəlb edən bu xoş mənzərə, şövqünü artırmış şeirə qəzəl. Gönüller cəlb edən bu xoş mənzərə, şövqünü artırmış şeirə qəzəl. Çatdınca vətənin elim nəzərə, təbiyyətdə mənə heyran göründü, heyran göründü. Çatdınca vətənin elim nəzərə, təbiyyətdə mənə heyran göründü, heyran göründü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsansın lalələr vətən yaxşıdır. Deyirlər bülbülə vətən yaxşıdır, İnsansınla nəzər vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könlüm dastana döndü, dastana döndü, dastana döndü, dastana döndü. Yayda dibida ay canım. Bəli, Allah şəhidlərimizə rəhmət eləsin. Onlar bizim baş tacımızdır. Onların sayəsində bu günləri biz evimizdə oturub rahat yaşayırıq. Tarix yazanlar, özləri tarix olsalar da biz də heç vaxt onları unutmuruq. Mesela Xudayar təsnifi mərhum sənətkarımız Əlibaba Məmmədovun bəstəsidir. Xudayar onu oxuduğuna görə özü halallığı əmr edir ki, bu təsnifin adı bu gündən sonra Xudayar təsnifi. Bu da şəhidliyimizə, şəhidlərimizə, bizim millətimizin verdiyi dəyər və hörmətdir. Xalq müəllim, xalq musiqisi illərin, əsrlərin sınağından keçib gəlib. Bizə qədər bunları qoruyub, saxlayıblar da. Biz bu günləri Mehriban xanım da ölkənin vitse-prezidenti birinci xanımı muğama böyük dəstək göstərib və Azərbaycan televiziyasının efirlərində haradasa bir 6-7 muğam müsabiqəsi keçirilib. Orada da layiq olanlar yerləri tutublar. Bu günləri efirlərdə
öz ifaları ilə muğamımızı təbrik edirlər. Muğama dəyər nə dərəcədə sizi qane edir, yoxsa yox? Mən məktəbi demirəm. El məclislərində oluruq. El məclislərində olan muğama tələbat sizi qane edir, eləmir. Təşəkkür edirəm İlqar müəllim. Əslində dövlətimizin başçısı Mehriban xanım, Heydər Əliyev Fondu Azərbaycan milli musiqisinin elə bil ki quyunun dibindən çəkdiyi bütün dünya təqdim elədi ki, əslində Azərbaycan musiqisi, milli musiqisi budur, muğamlarımız budur. Təşəkkür edirik onlara, Azərbaycan musiqisinə, mədəniyyətinə verdikləri dəyərə görə. Əslində son zamanlar bu müəyyən bir, belə desək, musiqimizdə bir dönəm elə bir ki keçdiyi. Bayağı musiqilər biraz efirləri falan gəlib biraz üstələmişdiniz. Hər kim elədirsə təşəkkür edirik ki, o bayağı musiqilər də artıq demək olar ki, efirlərdən kənarlaşdırırlar. Milli musiqimizə, Azərbaycanın klassik musiqisinə, dəyərli musiqilərinə artıq efirlərimizdə də yer verilir. El şənliklərimizdə də ki, belədir ki, yaxşı ifaçıya dəyər verirlər. Əgər ifaçı yaxşı ifaçıdırsa, ona dəyər verirlər. Mən belə düşünürəm, yəni çünki bizim mayamız, belə desək, xamrımız da belə desək, milli musiqi ilə, muğamlarla yoğuruluq. Biz hər birimiz bir vətəndaş olaraq milli musiqimizi qorumalıyıq. O bizim tariximiz, kökümüz, dünənimiz, bugünümüz və gələcəyimizdir. Məncə bütün hər kəsə şamil eləmək olmaz, amma milli musiqimizə dəyər verən insanlar çoxdur. Allah bütün milli musiqimizə dəyər verən, ümumiyyətlə xalqımıza dəyər verən insanları qorusun ki, bir xalq olaraq hər zaman varlığımız necə deyərlər, göz önündə olsun. Yəni bizim hamımızın bayağı musiqilərin elə vüsət almasında hamımızın günahımız var. Biz bir balaca elə bil hamı o səmtə yönəlmişdi. Tək efirlərin günahı deyil, oxuyanların günahı deyil. Yəni, tələbat var idi də ona. Amma şükür, mən həmişə deyirdim ki, bu bir xaosdur, aradan çıxacaq. Bu uzun müddət davam edə bilməz. Şükür ki də davam eləmədi. Yenə xalq musiqiləri, aşıq musiqiləri, bəstəkar əsərləri yenə bizim toylarımızın, efirlərimizin bəzəyidir. Bu da bizim bir xalq olaraq ümumi qələbəmizdir. Xalq müəllim, bütün sənətkarların hamısının özünün dəsti xətti olmalıdır da. Bizim ataların bir gözəl deyimi var. Deyir ki, izlə gedənin izi qalmaz. Müəllimdən nəsə öyrənmək olar. Müəllimi təlqid eləmək olar, yamsılamaq da olar, onu kimi oxumaq da olar. Əgər sən özün yadda qalmaq istəyirsənsə, sənin özlüyün də bir əsərin olmalıdır, nəyinsə olmalıdır ki, yadda qalasan. Məsələn, sənətə gələn insanların hərəsi birindən öyrənir. Ta qədər özünü tapana qədər, özünü tapandan sonra özünün dəsti xətti olmalıdır. Sizin də belə bir fikriniz, ideyanız varmı? Bəli, çox doğrudur, çox düzgün qeyd edirsiniz. Mənim son vaxtlar gözəl bir mahnı gəldi beynimə, belə desək. Bizim çox gözəl şairimiz, bizim elə Kətçi Zəngşaldandır, Atamoğlan müəllim. Bəli, Atamoğlan müəllimin gecələrə həsr olmuş bir gözəl şeiri var. Belə desək, üzüm-üzümə elədim, telefonda da qeyd elədim. Sonra bizim bir dostumuz var, Üzeyir qardaşımız. Getdim onun yanına, baxdılar, qulaq asdılar, dedilər ki, elə bu bir mahnıdır. Köməkləşdik, Gecələr adlı gözəl bir mahnı. Bəli, aranjmanı Üzeyir qardaşımıza aiddir, sözləri Atamoğlan müəllimindir, musiqi isə mənim. Gəlsin gözəl bir musiqimiz.
geceler Apar yüreğimi apar geceler Məni xəyalların yorar geceler Ömrüme kalanmış olsan olacaksan Ömrüme kalanmış olsan olacaksan Bir ane könlüme sancılmış olsam Bir ane könlüme sancılmış olsam Hayaldan ayrılıp görende yoksam Hayaldan ayrılıp görende yoksam Yokluğun bağrımı yarar geceler Yokluğun bağrımı yarar geceler 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 yarar geceler 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 yarar geceler Yokluğun bağrımı yarar geceler Yokluğun bağrımı yarar geceler Məni xəyalların yorar geceler Məni xəyalların yorar geceler Arzu TV'nin izləyiciləridir. Əyləş, təbiətin bu gözəl qoynunda balıqçılıq ailəvi istirahət mərkəzi, peşəkar heyəti var, gözəl mətbəxi var və buranın da xidmətindən yararlanmaq lazımdır. Bu da bizim Ağdamımızın simvollarından biridir. Yəni balıqçılıq çoxdan, hardasa 80-ci illərin belə deyək də sənət əsəridir. Bugün də yaşayır. Onu yaşadanlara da təşəkkür edirik. Xalq müəllim, tələbələriniz var da yəqin ki, bir kollektivdə çalışırsınız. Tələbələrinizdən perspektivli şagirdləriniz var və onlara muamı tədris eləməklə bərabər yəqin ki, əxlaqi dəyərlər də verirsiniz. İstərdim biraz da qısa da olsa pedaqoqluq haqqında danışardınız. Bəli, çox doğru qeyd edirsiniz müəllim. Müəllim öyrədən deməkdir. Tələbə ilə rəftar zamanı gərək sən özün o qədər dəqiq olasan, o tələbə səndən həm stimul alsın, həm səndən öyrənə bilsin. Yəni ifaçılıq olar. Məsələn, elə insan var ki, çox gözəl səhnədə gedir, oxuyur, amma pedaqoji fəaliyyəti öyrətmək bir çətin məsələdir. O da mən elə bilirəm ki, hər müəllimə də qismət olmur ki, yaxşı tələbələr olsun. İnşallah Allah qismət eləsin. Arzu bəyin növbəti çəkilişlərində tələbələrimizlə gələrik, təqdim eləyərik. Xalqımız da baxar, dəyərləndirər. Yəni bizim özümüzü çox tərifləmək, çünki ustadlar var, bizim hər birimizin ustadları var, və eləcə də digər ustadlar var. Biz hələ ki özümüzdə öyrənirik. Gücümüz çatanla öyrəndiklərimizdən çalışırıq ki, tələbələrimizə nələrsə öyrədək. Musiqiyə görə də sizə təşəkkür edirəm. Mənim dostum, atama olan müəllimə də təşəkkür edirəm. Musiqini yaşadan onun sözləridir. O bayağı musiqi dediklərimiz var. Bəlkə də orada musiqi cəhətdən yaxşı əsərlər var. Amma onların içərisində müəyyən sözlər var ki, o sözlər o musiqini dəyərdən salır, bəli. Bayağı musiqi yığdım yaşadı. Atama olan müəllimin bu gecələr şeiri çox gözəldir. Yəni mənim də ruhuma gəldi. İstəyirəm elə bir gecələr şeiri də mən deyəm. Gecəni qınayıram ürəkdə. Əslində gözləyir gəlsin gecələr. Gündüzlər həyatda gördüklərini sakitcə özünə desin gecələr. Gecələr uzun gecələr, həm həsrət, həm vüsal olan gecələr. Ötən günlərimi salır yadıma, mənimlə baş-başa qalan gecələr. Dilqara çox uzun gəlir gecələr.
Elə gözləyir ki, açılsın səhər. Gündüzlər hər yerdə axtarır səni. Gözləyir, yuxuma gəlsin gecələr. Gözləyir, yuxuma gəlsin gecələr. Bir musiqi eşidək. Fəday olsun canım sənə, fəday olsun canım sənə. Oğrun oğrun baxan gözəl, ay evimi yıxan gözəl. Oğrun oğrun baxan gözəl, ay evimi yıxan gözəl. Yanaqlara dodaq götür, yanaqlara dodaq götür. De kim sever səni məndə, de kim sever səni məndə. Sən qurbanla küsmə becə, sən qurbanla küsmə becə. Oğrun oğrun baxan gözəl, ay evimi yıxan gözəl. Oğrun oğrun baxan gözəl, ay evimi yıxan gözəl. Kuşta küsür sevgilimi görmek için. Yüreğim kuşta küsür sevgilimi görmek için. Ona hoş arzularım ile çelen görmek için. O güzel dilber dövran bilirəm xəlq eləmiş. Ay o güzel dilber dövran bilirəm xəlq eləmiş. Könlümü ülvü məhəbbətle sevindirmək üçün ay da dibi. Kalbimin telleri ey gül doludur nəğmeyle. Kalbimin telleri ey gül doludur nəğmeyle. Bir toxunmaq bəs eder onları dindirmək üçün. Ay görəsən xeyli zamandır niye gelmir bize yar. Görəsən xeyli zamandır niye gelmir bize yar. Məni bir ülvü məhəbbətle sevindirmək üçün. Kayıqam gözlərimi canına qurban demişəm. Kayıqam gözlərimi canına qurban demişəm. Gelmişəm indi o qurban sənə vermək üçün. Aman aman Vedat aman 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 ey da zamanı sensin
Aman gül gel yarım mahlanı Kola mahlanı O mehcemalı ağızda kalır O mehcemalı ağızda kalır Öldürdü beni yavrum nedir hayalım Nedir hayalım 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 Halk müəllim, pedagog olmaq, xanəndə olmaq bir addım qabaqda olmaq deməkdir. Yəni bizim Azərbaycan dili zəngin dillər qrupuna aid deyil də. Bizim Azərbaycan orfoqrafik lüğətində təxminən 40 minə qədər söz var. O 40 minində hardasa 25-30 min işləydi. Müəyyən sözlər var ki, bugün biz onları da işlətməyə çəkinirik. Niyə? Hansısa bir dar düşüncəli, hər işdə bir nöqsan axtaran insanlara görə müəyyən sözlərimiz var ki, biz onları deməyə çəkinirik. Yəni incəsənət sahəsində işlənən ifadələrdən biri də məsələn çalmaq sözüdür. Biz o sözü deməyə çəkinirik. Niyə? Kimsə güləşək. Onun səviyyəsinə görə o sözü biz ifadə etməyə bəzən çəkinirik. Məsələn bax, bizim elə bir quş növümüz də var, tarçalan deyirik. Məsələn, tarçalan daha dəqiq və obrazlı şəkildə desək, düzgün ifadə edir də bu ifa. Tar ifadə edirəm, biraz elə bir uzaqdan gəlirsən. Sol qulağını sağ qarığından qaşımaq kimi bir şeydir. Elə söz var ki, onu dəyişib. Məsələn, çalmaq sözü, bax bizdə tar çalmaq, ot çalmaq, qatıq çalmaq, fışdırıq çalmaq. Bunların dəyişmək olar da, məsələn, tarı ifa ilə əvəz elədik. Otu da biçməklə əvəz elədik. Bəs qatıq çalmağı ilə əvəz edəcəyik. Dilimizi qoruduq, yaşadamaq lazımdır. Kimlərəsə görə müəyyən sözlərimizdən imtina eləməməliyik. Azərbaycan dilini inkişaf etmək lazımdır. Bizim dilimiz nə ərəb dili, nə də ingilis dili kimi zəngin deyil. Az sözlərimiz var, onları da kimlərəsə görə sıradan çıxartmayalım. Mən Şahlar müəllimin ifasında məclisimizə istərdik bir dənə rəngarəng qarışsın, bir ifada Şahlar müəllim təqdim edəsin.
izləyicilər, mən sizlə sağollaşıram. Hər həftənin şənbə günü saat 8-i göstərəndə Arzu TV'nin efirində Sevinçli Dəqiqələr proqramı başlayır. Biz çalışacağıq ki, növbəti qonaqlarımız da sizin ürəyinizdən olsun. Və bir daha təkrar edirəm, verilişdə iştirak etmək istəyən şairlər, musiqiçilər, yazarlar, aparıcılar özlərin Arzu TV'nin efirində görmək istəyirlərsə, aşağıda gedən telefon nömrəsindən əlaqə saxlasınlar. Xalq müəllim, sizə və kollektivimizə dərin təşəkkür edirəm. Dəvətimizi qəbul edib gəldiniz. Yəqin ki, bu verilişə baxan adamlar sizə bundan sonra daha çox müraciət edəcəklər. Sizə uğurlar, yaradıcılığınız davam edəsin. Hər birinizə də öz pedaqoji sahənizdə uğurlar arzulayıram ki, millətimizin gələcəyinə sizin də yeni tövbələriniz olsun. Buyurun. Təşəkkür edirik İlqar müəllim. Çox sağ olun, var olun. Arzu bəy, sizə təşəkkürümüzü bildiririk. İzzat qardaşım, sizə təşəkkürümüzü bildiririk. Və burada bütün zəhməti keçən hər kəsə öz minnətdarlığımızı, öz adımdan, dəyərli musiqiçiləri, dostlarımız adından, gözəl məkanın sahibinə, Balıqçılıq Ailəvi İstirahat Mərkəzinin sahibinə minnətdarlığımızı bildiririk. Hər zaman xoş günlərdə, gözəl günlərdə görüşək. Və son olaraq gözəl bir musiqi səslənsin, yeni görüşlərə inşallah. Allah nəsib eləsin, gələn görüşlərdə yenidən bir yerdə olaq. Yer yer kurban olur aşık heyran